Yadınızdadır. İndi məcbur edirsiniz, mən də onu deyim. Onu siz salasınız aşağı yuxarı, mən qalxmayayım da. Sağ olun, sağ olun. Buyurun. Buyurun, xahiş edirəm bir dənə Saatim də yoxdur. Saat neçədir? Adam mənim əslində siz qalsın. Qalxmaq istəmirəm. Şok kimi yuxarı qalxırsınız. Bura baxın, zəhmət olmasın. Zəhmət olmasın. Ümumi məlumatı zəhmət olmasın. Bura baxın, bura baxın. Nə qədər ərazidir? Ümumi məkanın əməliyyat ərazisi 53 hektardır. Onun 10 hektarı sıx nəqliyyat, logistikaya ayrılıbdır. 43 hektarında ümumi belə deyək, ziyarətçilər üçün nəzərdə tutulan məkandadır. Öncə qeyd etdiyim kimi məkan tam fərqli bir üsulda tərtib olunubdur. Hardasa bir şəhərcik formatındadır. Və sizlə bir yerdə gəzəndə özünüz görün. Müxtəlif küçələr var, bulvarlar var və tədbirin sessiyaların daxildə keçməsinə, baş tutasına baxmayaraq, əsasən ziyarətçilər vaxtlarını çöldə keçirdəcəklər və özünüz də gördüyünüz kimi müxtəlif istirahət köşkləri var, sonra kafeteriyalar, restoranlar və s. ilahi. Zonalarla bağlı bizim qeydiyyat arazimiz dediyimiz var. Qeydiyyatın bayraq meydanı, bayraq meydanından ziyarətçilər, iştirakçılar daxil olurlar A zonasına. A zonasındansa bulvar vasitəsilə daxil ola bilərlər ya B zonasına, Expo zonasına, Expo mərkəzinə, açılış, bağlanış mərasim zalına. Bu zonada və təbii ki, əlavə bizim V zonamız o dövlət və hökumət başçıları üçün nəzərdə tutulan bir zonamızdır. Ümumi nə qədər ölkədən qeydiyyatdan keçirilib? Bugünkü gündə 180 ölkədən qeydiyyatdan 32.200 artıq mənə səhər verilən məlumata görə 180 ölkədən qeydiyyatdan keçən belə gözləntimiz, iştirakçılar gözlənilir. Dövlət və hökumət başçılarının kimlərin gəlməsi nəzərdə tutulur? O artıq prezident aparatı tərəfindən olur, amma artıq kifayət qədər sayda insanlar iştirak edəcək. Expo mərkəzdə neçə ölkənin pavilyonu? Expo'nun bugünkü gündə artıq 41 ölkə öz pavilyonunun inşasını davam edir və 41 ölkədən əlavə yerli şəhərlər və bələdiyyələr də iştirak edir. Onların da sayı 14-dür. Burada hər ölkə öz belə şəhər salma ənənəsini nümayiş etdirir. Bəli, həm şəhər salma, həm ekoloji, həm yeni bir innovasiyalar, o sahədə həm fondlar iştirak edir, burada öncə qeyd etdiyim kimi, müxtəlif, çox şaxələndirilmiş bir sahəni əhatə edir. Xarici mediadan nə qədər? Xarici mediadan dünənki olan məlumata görə 220 nəfər akkreditasiyaya açıq müraciət edibdir. Ümumi jurnalistlərin sayı 1020-dir. Onun 220-225-i səhv etmirəmsə